Deyir, nə vada elə bir iş görəsən ki, sabah üzür eləməyə ehtiyacın ola, üzür istəməyə ehtiyacın ola. Gör, nə yaxşı sözdür. Bizdə bəziləri deyirik, məsələn, səhv də eləmişəm, üzür istəyirəm. Bu şəxsi həyatda, şəxsi həyatda bəli. Səhv eləmişəm, üzür istəyirəm. Əlbəttə, bu da heç adət halına çevrilməməlidir. İnsan çalışmalıdır ki, adət halına bunu çevirməsin. Bir dəfə olar, 2 dəfə olar, elə dəqiqə başı hər gün. Bağışda səhvdir, kefli idim, ağlım başımda dördü, əsəbləşmişdim, başımı çıp divara. Nə oldu, ələ əsəbləşdin, gəldim, bir dənə məzluma yapışdı. Əsəbləşmişsən, o qədər harunləşmiş adam var, gedir, onları görəndə quzuya dönür. Amma fağırı görəndə başlayır, əsəbləşmişdim, bağışdı. Onu insan əvvələn özünə onu da adət eləməməlidir. Bəli, indi olub, baş verib, plan, bir dəfə olar ki, amma sən, bu da şəxsi məsələlərdə ya.